Misir birinci hissəyə baxanlar üçün indi də ikinci hissə gəlir. Burada daha çox sizə danışacağım qiymətlərdən. Hər şey sözün açığı çox ucuzdur. Qidadan tutmuş, otellərə qədər hər şey əlçatan görünür. Amma bir məsələ var ki, ucuz olması onun yaxşı olması demək deyil. Elə götürək otelləri. Əgər hansısa xəstəliyi tapmaq istəmirsənsə, çalış 5 ulduzlu otellərdə qal. Hətta 5 ulduz olmasına baxmayaraq rəyləri mütləq oxu. Bəzən ulduzlar kağız üzərində olur, amma realda xidmət çox zəif çıxır. 5 ulduzdan aşağı bir xidmət olsa, orada hər cür xəstəliyi tapmaq mümkündür. Zarafat deyil. Mən bura gələndə elə bilirdim ucuzdur. Nə olacaq ki? Amma yox, səhvdir. Ucuzun bədəli çox baha ola bilər. Ən əsası isə gəldiyi taksi, ərzaq və digər qiymətlərə. Misirdə qiymət öldürmədinsə batdın. Bəzi hallarda satıcının 100 dollar dediyi məhsula sən 5-10 dollara da ala bilərsən. Yəni fərq bu qədər böyükdür. Bura kimlər getsə birinci növbədə ilk gördüyünüz şeyi almayın. Məsələn, mən burada taksi ilə dirəşirəm və nəhayət şəhəri gəzmək üçün 5 dollara razılaşdım. 5 dollar hardasa 8 manat 50 qəpik edir. Amma bu pulla düşünün şəhəri gəzirəm, sonra restorana gedirəm, oradan da otelə qayıdıram. Adamlar elə rahatdır ki, WhatsApp nömrəsini sənə verirlər, nə zaman yazsan gəlirlər. Qiymət danışmasaydım bu gəzinti üçün 100% 15 dollar xərcim çıxardı. Gel. Ona görə ağlınıza nə məhsul gəlir gəlsin, endirim etməyi unutmayın. Aptekdə belə dərman alanda endirim edirlər. Bir sözlə bu ölkədə birinci məsələ bazarda satılan əşyaların çoxu isə Çində istehsal olunur. Almaq istəsəniz belə mütləq qiymətə əvvəlcədən razılaşdırın. Bir də biləndə ki, millət olaraq biz türküyük, nə qiymətdə, nə də başqa məsələdə çox dirəşmirlər. Elə o dəqiqə qiyməti salırlar aşağı. Bir də deyirlər Hasan Şaş yavaş-yavaş. Bunu niyə deyirlər bilmirəm, amma bunu deyib gülüb gedirlər. Misir nə qədər təhlükəli ölkə olsa da, Şarm el-Şeyx tam başqa aləmdir. Bu şəhər tamamilə turistlər üçün qurulub. Burada polis görmək belə çətindir. Gecə saat 4-də gəzsəniz belə qorxusu yoxdur. Amma yerlilərə çox üz verməyin, bir dəfə söhbətə girdinsə çıxmaq çətin olur. Belə cibinə biraz pul qoy, kral kimi yaşa. Bu Misir üçün ən doğru ifadədir. Elə indirim varkən dedik yaxta turuna da qoşulub gedək. Biraz da Qırmızı dənizi gəzək. Adətən yaxta turunda 3 dənə adanı gəzmək nəzərdə tutulur. Bunlar hamısı 30 dolların içine daxildir. Bir nəfər üçün 30 dollar. Yəni danışıqdan asılıdır. Bu 30 dollar da ola bilər, 35 dollar da, 40 dollar da və ya 25 dollar da. Elə indirim varkən dedik ki, yaxta turuna da qoşulub gedək. Biraz da Qırmızı dənizi gəzək. Burada ödəniş etdikdən sonra vitolarla gəlirik limana. Bu hissədə görünən səhralıq ərazisi Milli Parkın bir hissəsidir. Buradan yol alırıq Maldivlərə bənzəyən adalara. Sular şəffaf, hava isti, musiqi gedir, hər şey mükəmməl görünür. Amma hər gözəl şeyin sonunun olduğu kimi buradakı son da mənim üçün biraz fərqli oldu. Gəminin tutması və beləcə səyahət bitənədək sadəcə yatmaqla məşğul oldum. İt də getdi, ip də getdi. Burada da vəziyyət belə. İnsan əlindən tərpənmək olmur. Heç içəri girmədikdə. Masalar elə düzülüb ki, tanımadığın insanlar da səndən yanaşı oturur. Nəsə bu söhbət bizlik deyildi. Elə kənardan baxdıq, biraz da dənizin səsini dinlədik, günün yorğunluğunu çıxartdıq. Misirdə belə olur. Bəzən hər şey planlı gedir, bəzən də planın özü səni gəzdirir. Beləcə bu hissə də burada bitir. Ümumilikdə Misirdə hər şey ucuz, amma diqqətli olmaq şərti ilə ləzzətlidir.
endirimli, rüşvətli, bazarlığı bol, dənizi istisi öz yerində, hamısı özünə məxsusdur. Sadəcə ağıllı hərəkət etmək, danışmaq, gülümsəmək və danışıqsız heç nə almamaq lazımdır.